Salam əziz abituriyentlər. Bugünkü video izahımız Şumer dövləti ilə bağlıdır. Şumer dövləti deməli türk mənşəli idilər. Mesopotamiyada yaşayırdılar ki, Dəclə Fərat çayları arasında yaşayırdılar. Buraya Şumerlər, yəni Mesopotamiyanın daimi sakinləri olmaydılar. Buraya Mərkəzi Asiyadan gəliblər və eradan əvvəl 7-ci 6-cı minilliklərdə, yəni Neolit dövründə bura gəlmişdilər. Şumerlərin ərazisini bərəkətli aypara adlandırırdılar, yəni buranın ərazisi məhsuldar olduğuna görə torpaqları bərəkətli aypara adlandırırdılar. Eradan əvvəl 4-cü minillikdə Misirdə duluz, çarxı, tunc və təmiz misdən deməli əldə etmişdilər. Misirdə ilk şəhər Eridu şəhəridir ki, eradan əvvəl 4-cü minillikdə yaranıb. Şumer şəhər dövlətləri isə eradan əvvəl 4-cü minilliyin sonu, 3-cü minilliyin əvvəllərində deməli yaranmışdır. Və bu şəhər dövlətlərinə biz Ur, Uruk, Nippur, Laqaş kimi şəhər dövlətlərinin adını çəkə bilərik. Misiri idarə edənlər En, yəni Kahin adlanırdı. Daha sonra Enlər, Ens və Luqallara çevrilir ki, Luqallar da hərbiçilər idi ki, daha əvvəllər onları yəni müharibə vaxtı xalq seçirdi, seçki yolu ilə, daha sonra isə irsi keçməyə başladı və Luqallar daha sonra dövlət başçılarına çevrilirdilər. Teokratik cəmiyyət idi Şumer dövləti, yəni din bağlı idi. Patriarxal cəmiyyət idi, yəni kişilərin rolu daha çox idi. Şumer mədəniyyətini mənimsəmişdi Aşşur, Yahudilər və Finikiyalılar. Şumerlər ilk yazılı qanunları yaratmışdılar. Şumer dövləti heç bir iki çayrasını tabe edə bilməmişdi və şəhər dövlətləri arasında müharibə onları zəiflədirdi və nəticədə Akkadlı 2-ci Sarqon eradan əvvəl 24-cü əsrdə, yəni 3-cü minillikdə vahid dövlət yaradır. Bu dünya tarixində ilk imperiya idi ki, bunu da Akkadlar yaratmışdı. Və eradan əvvəl 22-ci əsrdə Kutilər Akkad dövlətinə son qoymuşdu. Baş tanrıları adlanırdı, bərəkət və Allahı isə inanma adlanırdı. Bərəkət və məhəbbət Allahı inanma adlanırdı. Eradan əvvəl 4-cü minillikdə Uruk şəhərində şəkli yazı, yəni piktoqrafik yazı tapılmışdı. Eradan əvvəl 3-cü minillikdə mixi yazıdan istifadə edirdi Şumerlər, dama oyunundan istifadə edirdilər, 60'lıq hesablama sistemini yaratmışdılar, dairəni 360 dərəcəyə bölürdülər, saatı 60 dəqiqə olduğunu demişdilər. Eradan əvvəl 3-cü minilliyə aid ilk məlum xəritələr Şumerlər yaratmışdı. Daha sonra zikkuratlar var idi ki, eradan əvvəl 3-cü minilliyə aiddir bu zikkuratlar və 3, 5, 7 mərtəbəli pilləli məbədlər idi. Cilqamiş haqqında dastan var idi Şumer dövlətində, eradan əvvəl 3-cü minillikdə yaranmışdı ki, eradan əvvəl 2-ci minillikdə müxtəlif dillərdə tərcümə olunmuşdu. Bu qədər Şumer dövləti ilə bağlı əsas məqamları sizə qeyd etdim.